Salam müəllimlər, hər vaxtınız xeyir. Deməli, xalq sənətində simvollar var. Qarşımızda olanlar da bu təbii ki də dərslik çərçivəsindədir. Ümumiyyətlə təzə-təzə öyrənəndə müdavimlər mən özüm hazırlaşanda da, özüm hazırlaşdıranda da bunun çox rastlaşmışam. Müdavimə deyəndə xalq sənətində simvollar birbaşa xalq sənətində sevilən obrazları sayır. Xalq sənətində sevilən obrazlar başqa idi, xalq sənətində simvollar isə başqadır, yəni qarşımızda olanlardır. Xalq sənətində simvollar günəş, bərəkət, su, torpaqdır. Suyu yadda saxlamaq çox asandır. Dalğalı mayelik sınıq xətlər suyu simvolizə edirdi. Günəş. İlk öncə onu deyim ki, müəllimlər, nəyi ki mən oxuyacağam və yaxud da özünüz oxuyacaqsınız, elə onun təsvirində həmən şeyləri görə bilirik. Yəni asandır yadda saxlamaq. Günəş simvolu dairəvi, çevrə daxilində çarpaz xətlər, çiçək formasına təsvir edilirdi və günəş simvolunda əsas cəhət var idi ki, mərkəzdən ətrafa yayılan şüalar idi. Hərəkət çevrəsiz, romb, çarpaz xətlərin hüdudsuz təsvirləri simvolizə edirdi bərəkəti. Torpaqda isə çevrə daxilində romb fiquru, kiçik dairələr, düz üfüqi xətlər torpağı simvolizə edirdi. Bərəkətdə var hüdudsuz təsvirlər, torpaqda var düz üfüqi xətlər. Mərkəzdən ətrafa yayılan şüalar günəşdə, çevrəsiz bərəkətdə, çevrə daxilində günəşdə var və torpaqda var. Bir daha hər birini deyək. Günəş simvolunda dairəvi, çevrə daxilində çarpaz xətt, çiçək formasına təsvir edilərdi. Günəş simvolunun əsas cəhəti mərkəzdən ətrafa yayılan şüalar idi. Bərəkət çevrəsiz romb və çarpaz xətlərin hüdudsuz təsvirləri edirdi bərəkəti simvolizə. Su, dalğalı mayeli sınıq, torpaq, çevrə daxilində romb fiquru, kiçik dairələr, düz, üfüqi xətlər torpağı simvolizə edirdi. Və burada nə deyir? Deyir ki, əcdadlarımız bu simvol naxışlarla əşyaları bəzəyirdilər. Sağ olun, hörmətli müəllimlər.